İkindən zada vaxtda sağır. Ana. Göy-göy. Nar zad dəkifdə. Hamısını gətir cərgəlinə. İnşallah. Değerli izləyicilər, deməli, bu da Sağlığımız geldi. Heyat sağ ol kızım. havas, nətəsən? Gel sağ ol, yat hoş geldin. Nənə can, nətəsən? Yaxşı sağ ol, gel. Sağ ol. Ay nətəsən, balaca? Acıbsan? Nətəsən alı görüm. Hoş geldin. Sən? Hoş geldiniz. Buyurun. Sağ ol. Biri tertemiz konak, hiç bilmiyor kime ne diyor, kime ne Niye? diyor. Değerli dostlar, bugün Samir'in dayısı girdi. Uşağa küçük toy eləyəcəklər, amma əvvəlcədən qonaqlarımız olacaq burada yüngül var. Bugün dolma pişiririk, Ağlama, büyündü, sabahdır. Bugün dolma bükürük, dolma hazırlayırıq. Başqa yeməklərimiz də olacaq. Bizi izləməyi unutmayın. Başlayalım arkadaşlar. Çoxdandır vloglarımız gəlmir, başımız qarışıqdır. Bağ təmir gedir, tezliklə ana kanalımızda bağ vlogu gələcəkdir. Nane Nəsə, aldınız? kameramı verirəm sizə, mən sabah kimi işləməliyim, getdim. Gecəniz xeyrə qalsın, Sağ ol kadar. ala sən çəkərsin. Çekinirse sen çekin. Gel belə tut çək elə. Kimse gözümü sasın mı karı çok. Əslən belə vur. Söyləyindən sonra ayın mənə. Ha. Bundan sonra mən affelədim sənsən, sabahdan sən şey Başla. gəlir. Neyse, getirin görəyək. Çüy getirin. Hə. Hamurunu doğrayayım. Alın. Tamam Ben Ali. çekeyim. Hayır, çekebilirsin misin? Al birisi alın, ben getireyim çüy. Aldım benim. Bu kara istiyorsun mu? Kırmızı da var ya. Yok, kırmızı lazım. Alalım geçir. Kaşık al da.
Kapağını da ver. Kaynar düşende altına aşağı oluyor. Onları hazırlaysan. Bu abiye salat. Negri. Bunun adı negri salatıdır. Bunlar pişti, ışıklar sönmüştü değerli dostlar. Karanlıkta pişirdik bunları. Sonra çekmemizi yatır. Biz çekek. Döşeme aş eləyirik ona. Ne? Döşeme aş eləyirik. Yağ əlavə edirəm soğana. Soğanı qızardaq. Orada aynen ağzında tut.
Onu da alacağız. Onu aldım getirip koyuyorum. Ayna kapattı. Ayna. Bir parça ürünü var. Cehennemi satıp şey dese de görsen bir denesini. Kapağını bir kessene verir mi? So. Çelik olmaz, sen çelik alın. Valesi değil mi? Ha. Saat 4'ün yarısı. Ha, 4'ün yarısı da hele biz. Pişirecek. Hazır her şey. Bir de salatları yığmak kaldı. Bir de ki aşı dəmə koymak. Biraz evimiz darısı kaldı. Həzə köçüfləşin. Artık ertesi gündür. Bugün salatlarımızı yığaq. Qonaqlarımız gələcək. Qalan yeməklərimizi hazırlayaq. On xaldinka koy. Axırına. Yox, gidiyor buradan. Neyse. Sen iyice tökəmsin bir yerə, sonra çəngəllə aralayaq. Bütün kadınlarım kişi bu kişi niye da Bekler kişi büyüdü. Neydi? Çağırma mı? Bu da bile ağlıyor. O dilim cemaat bakır. Allah öyle. Ne жалость. Sabah kalktım gördüm, heresi bir yerden buran hakkı. Bizim həyəti zadlıcına salmışdık götürək. İş yumadım. Samir qoymadı ki, torpaq gələcək. Hereden, ne oldu torpağın ahır ne oldu? Tezden getirsin ya. Şey, o panikə çatmayıb, təzən. Ayça! Bunu da şey dedik. Yaxşı mı dedin? Hə. Yok, bir gün gibi doğru.
Acil sucuğa dökürüm. Biraz doğra var. Bu vinegret salatıdır. Akşam pişirdiğimizi göstermiştik. Tuz da onu al hele. Su verecek. Neye kaldıkça bunun eti? Peynir de var. Pendiri süfreye vermem vakti biraz. Rengi onda pis olur. Şimdi yoğurduk hazırdı. Tort elədi. Tortu benziyor. Bizə tortumuz yox. Orada şirin etimiz var. Üzünün pendirini de birazdan vurarıq. Şimdi getir bunu hazıra. Gel burada hazıra. Bunu götür. Yadımızdan çıxır. Kökün hamısını da tyorkadan keçirmişik. Heç olmazsa doldur. Dök. Güverçiniz oturur. Yaxın. Sen de kaşık dök. Yeri çok nasıl karıştır. Yok tuzsuzdu. Bunlar da tuzsuz gəldi. Təzə qoyursunuz, elə mi? Asya'dan filan deyirsən ki, peynir mi göstərirsən? Orada demirəm onu şey. Ha. Elə. Neçə yerdən? Belə qoyur. 1, 2, 4 yerə. Biraz yanıyor. Bir de 2'den bu. Şu. Güvertin içerisine istenilen güvertilerden peynir tyorkadan geçirdik bolluca. Yaxşı karıştır. Gökçeğe bak, gökçe tarafını şöyle sakla. Kızaranda teşekkür ederim. Tuz bir tane.
çekiyoruz. Köy kutaklarımızı kızardı. Tavaya yağ ilave verdim. Buraya yardımımızdan çıkıp almamış. Görün burada markette, burada magazinde satırlar mı? Sevda ne var? Gitsin. Satırlar. Bu magazinde. Sevda da yediği gitsin aslında ama pudra alıyor. Yattan çıkıp pudra. 100 lira Amerika. Yanında bir ağ kopartmışsınız. Ha? Uzun süre mi? Ha, biri 3 dənəlikdir. Amerim xanım, bunun biri 3 dənəlikdir, biri 4 dənəlik. Fikir verməyibsə. Hə. Yox, da neyse. Birinin noğullu ile, birinin de arif formuyla. Ne olacak? Noğul var noğul var mı? Yox, lazımdır.
Hiç görene kadar bu. Meryem Ne kadar sana bir başın kaldırsın, tüccar saklıyorsan. Hadi. Ne varsan. Başka Başka öyle mi? Nasıl? Köyümün tüccar da var. Alacağım da mı? Hem de siz gelesin. Köye düşlere gelesin. Oradan gitsin. Kalk tefenen bilen. Bir tefenen bilen. Aysere, o sonra peçete Gider açar, ha? Teze teze iki derler. Serdar şey mobil almıştın işte oradan çok ona sen. Allah koysa inşallah salamatçı olur olsun. Toyumuz değil yerler. Sar kökü onu. Buran çekiyorum. Neyse olur. Bu yanma bu. Getir çay da demliye.
Böyle babayla davranıyor. Ama o yüzden birleştirin. Şey kalsın. Oysa savunmak yok. Sümet. Benim de. Sümet yenilen bir şey. Hı? Gel aşağı. Aleyküm selam. Ne harsız? Ne harsız ha? Gelin plov yiyin. Gelin pulu. Yerim ben, yığıla dolma hemşe böyle gözler pısır pısır yarım içinde. Yüzde oldu. Nuş olsun. Sağ ol, sana nuş olsun. Aynen, o gözünüz aydın olsun. Büyük toyuna göre aynen. Sağ ol. İşi koy, yeri zaten. Bırakayım yüzde abi. Şimdi buna başladı. Yeter dalaşarsın. Mehdi getirdi bana. Ay mama yesin bunu da. Bağışlayın almamış. Parası okudan mısın? Onun birini almamışım. En güzeli sahip. Pesok da istiyor. Yaxşı. Peş oturmasak işte.
Nə? Axıb pudra onun üstə yapışır. Pesova niyə maşına çəkəndə olmur? Hədə yoxdur, o maşın yoxdur. Ha, maddə ilə maşın yoxdur da. Güya mən hazırlayıb gətirəcəydim, mənim də yadımdan çıxdı. Sağ olsun. Cəzəlini yiyib sigara çəkə bilər ya bu xanım. Şanti. Salam dəyərli izləyicilər, hər kəs xoş gördük. Gördüyünüz kimi kombinin yanında durmuşuq. Deməli, kombimiz İmmergaz Alfa'da 28 kvadrat deyirlər, kilowatt deyirlər, nədir ondandır. Düz mən kombi ustası deyiləm, bir çoxlarını yazacaq ki, bizim də kombini yazacaq. Yəni öz evinizdə bunu eləyə bilərsiniz. Keçən ildə belə olmuşdu, düzəltdik. İndi görək düzəldə biləcəyik mi? Bilmirəm, indi çəkiliş eləyirəm. Sizə göstərmək istəyirəm. Deməli, problemimiz bundan ibarətdir ki, istər hamamın suyunu açaq, istər ataplenalar qoşulu olsun. 10 saniyə, 15 saniyə işləyir. Bura xata gəlir, bura göstərəcək. Birazdan gözləyin, ora Y03 gələcəkdir. Bu o deməkdir ki, hava borusu, yəni ki, qaz hansı ki çıxan yer var, yəni ki göstərəcəyim də o hava borusu. Hava borusu tutulur və hava çıxa bilmir deyə burada istiliyin temperaturu qalxan kimi dərhal orada sensor kombini söndürür. Soğuyan kimi bir də qoşulur. Yəni hamamda çinmək mümkün olmur, biraz da ki evlər qızmır. İndi gözləyim. Aynı səhv verəcəkdir. Hamam açılımı daha tez olur bu. Ataplendə belə bir çox da bilinmir. Kim açdı su yaşamını görürsən? Ya 11 verir, ya özünü dərləndir. Orada suya açmıyor. Orada o yukarı tarafta burada gaz görürsünüz, bu gazın yanmağı bu hissədə. O sönə olmayanda deməli alışma dayandı. İndi isə xata verəcəkdir, xata. Şimdi temperatur getdikcə düşür, bu dəqiqə buraya orada suyu açıb, görürsünüz. Yəni çimərkən, qab yuvarkən da indi kimdə necə qoşulubsa da baxın Y03 xatasını verir və biraz soğuyan kimi qayıdıb belə özü qoşacaq. İndi biz bunu təmin edəcəyik. Bunun üçün nə edirik? Birinci növbədə söndürürük kombini. Söndürəndən sonra bizim rubinlik oradaydı. Buradan da söndürürük təmiz və çıxırıq tam təpəyə. Bizdə bura yuxarı açıq deyil, üstünə toz torpaq tökülür, orada bir təmizlik. Dəsmal olur oradan. Bu borunu açıq təmizləmək lazımdır. Boru tutulur deyə, ona görə də yanan qaz ixrac olmur. Deməli, üstdəki boltları açırıq öncə. Bunun xamatıdır. Dörd dənə burada bolt açırıq hamısını. Sonra burada boltları açandan sonra hamısını xamutları buradan götürürük. Malbilsin sizin kombidə başqa cürədir. Yəni indi özünüz baxın da necə çıxartmaq daha asandır. Bu buradan görürsünüz, buradan çıxmır. Bunu çıxartmaq üçün burada bu boltlar var, bunu da açırıq. Bu havalanma sistemini tənzimləyən bir dənə qurğudur. Tam adını bilmirəm. Hər bir evdə kombi var, hər adada bir firmadır, başqa firmalar fərqi yoxdur. İşləmə sistemi hamısıdır, xəta da hamısında eyni verir. Boltları da açırıq hamısını. Deməli, bunu açandan sonra görəcəksiniz tərpənir artıq, azca bəri çəkir ki, bu buradan bunun o çıxıntısı var, ora erişir. Burada arada rezin var, görürsünüz artıq zibillər çıxır buradan, onun toz torpaq çıxır. Ən çox bu nə vaxt baş verir, dəyərli izləyicilər?
Hansı ki qışda kim belə deyək də bu pitimnotkadan istifadə edir, kombidən mətbəxə, hamama istifadə eləmirsə də, qışda artıq yayda artıq söndürürsüz kombini, bir də qışda yandırırsınız və başlayır quşlar, sərçələr bunun içində yuva qurmağa. Artıq siz qışda bunu işə salanda bunun içində belə bir ot olur. Baxın, orada da bizdə də var. Bir vaxtı bura yuxarı açıq olanda sərçələr gəlib orada yuva qurublar. İçəridə biz də susmuruq ki, indi yuvada durub, amma şifre vurulub deyə də artıq gəlmirlər bura. Və bunun içində yuva, ot gətirirlər, yuva qururlar, qışda uçub gedirlər, sizdə bunu xodlayanda işləmir. Ən çox bu yaydan qışa qalanda olur. Toz torpaq da olur və s. və s. İndi bunu çıxartmaq üçün burada rezin var, biraz çətin çıxır bu. Ehtiyatlı olmaq var ki, rezin cırmayıq. Ehtiyatlı olmaqla klapanı əyməyək. Buradakı botlara qətiyyən toxunmayın, bu havanı tənzimləyən. Sadəcə arada orada zaslonka var. Bu zaslonka maneset ölədir. Onun nətərsə də eləmək lazım da belə tərpətmək kimi buradan çıxsın. Çıxdı vəsə. Gördünüz. İndi bunun için gününə baxın, da nə gündədir. İndi yuyacağım, yuduqda görəcəksiniz hamısını. Əslində bunu da açıq yumalıyıq. Burada bir rezin var, bunu çıxardırıq. Bunu çıxartmaq üçün tam altda şlankları var. Onu da çıxardırıq. Baxın, borunun içi tam tutulubdur, ətrafı da tozdur. Görəcəksiniz indi. Onu yoğurdan sonra bu boğazımızı yoğurur. Bu açtığımız boğaz, bu da bunu tənzimləyir. Onu elə bir tərəf saxlamaq üçün. Aslında orada tutulur ona. Sadəcə biz bunu açandan sonra boğazı. Bu biraz oynadı deyə biz rahat çıxarda bildik. Yoxsa böyle bir kip durur orada. Biz bunu böyle yukarı qaldıra bildik. Yəni bir kip durur, qaldıra bildik. Ama bunu açdıq deyə bu oynadı, biz bunu əyə bildik yuxarı. Bunu da çini yuyuruq, görüntüyə bilmirəm. İleride yiyebilmirəm, şotkuyla bunun içini tərtəmiz yuymaq lazım, şotkuyla. Köynək diş şotkusu varsa da içine biraz şampon tökün. İçini sürtmək lazım ki bu gazı buğarı hissi təmizlənsin. Hem buranın hem de buranın. Bu hisseden hava gelir, burada hava kamerası, burada gaz çıkma kamerası. Her iki hisseden de bilmek lazım. İçinden çıkarıp temiz yuyabilirsiniz. Bu botları açırsınız, her iki bot. Açını göstereceğim. Şurup açandan sonra bu ayrıca burada çıkıyorsa burada sadece bunu taras sahibi burada şuruplar bunun içinde. Açandan sonra içine biraz şampon dökülür. Şimdi çok şampunla yoldan sonra onu göbek çekiyor, görüyor musunuz? Tertemiz yürüyor. O bizim tam ağarmasın ama esas oldu ki içinde toz kalmasın da o kip kalmasın içinde. Her iki borunu yuyandan sonra yani imber gazda bu formada sökülür. Şimdi sizde bilmirəm necə sökülür, yani variantına özünüz baxın da. Bu qabaq tərəfində krişka var, bunu ehmalca çıxardırıq. Başlayırıq bu üzündəki dəmiri açmağa. İki şurupda lap aşağıdadır.
Yəni sizinki başqa model olsa baxarsınız harda. Kapağı çıxardan sonra bura yanma kamerasıdır. Yanma kamerasında da üzümdə qapaq var. Qapaqda şurupları açırıq. Şurupları da açanda hamısını ayrı-ayrı qoyun ki, dəst olaraq hamısının yerini biləsiniz, yəni qarışdırmayasınız. Qapağı açandan sonra arasında rezin var, prosto ehtiyat durmaq lazımdır. Bunun içine hava keçməməli, yığanda yerinə. Bu rezin yapışır, biraz çətin çıxır çıxanda. Bunun rezini çırmadan ihmalda. Ben düz çırdım bir hissəsini. Ev yoxdur. Baxın, burada toz dolubdur, dəyərli izləyicilər. Şimdi hər yer tozdur, bunu da yuyacaq. Bu toz da nəyə görədir? Bizim yaxında yolu söküblər, yolu düzəldirlər. Demək olar ki, orada bütün o yolun, o təmir tozun hamısı hər gün qapıya doğru. Şimdi qapı süpürməkdən, yumaqdan yorulubdur. İndi bizə lazımdır bu kameranı çıxartmaq. Bu kameranı çıxartmaq üçün də əslində belə də çıxarda bilərdik, amma altda şlankları var, ona görə də açdım ki, rahat çıxardıq. Burada bizim o maşındakı klap şey oldu, jikuliyor, odur. Karbüratör. Sonra da bunu çıxardırıq. Hamısını için təmizləmək lazım. Sizdir zibindən doğrudur. Bütün asandan sonra da buranın tozun, torpağın hamısını təmizləmək lazımdır. Ki qayda burada olmaz. Bunu təmizləyib qayda yerinə yığacaq. Deməli bu hava kamerasını yuvandan sonra təmiz. Burada bu hava deşikləri var. Bunlar. Burada yan tərəfdə deşiklər var. Onları üfürürük. Ki orada su qalmasın. Hətta belə möhkəm tutub. Möhkəm tutuna bir də atarsın ki, arasında verirsiniz. İçindəki su tökülür. Yine de üfürürük. Bacarıqca ya dəsmalla silin, ya fenlə təmiz quruluyun. Quruyandan sonra detalların hamısını yığacaq. Bunu da yuduq. Qurumağa qoymuşuq. Rezini də yuduq. Bunu da içini yaxşı dəsmalla beləcə silirik. Hatta bunu qeyd edeyim dəyərli. Bəzən bunları eləyəndən sonra da yenə də işləmir. İndi o deyəcəm nəyə görə işləmir. Orada bir dənə klapan var. Hansı ki bu zaslonkanı həmin o şeyin köməkliyi ilə açıb bağlayır. Yəni bu qaz, yanma kamerası bizdə qaz buradan çıxır, yanan ixrac olur, buradan hava girir. Hava soğuması buradan girir, buradan da qaz yananda buradan çıxır. Lazım olanda həmin o hava klapanını açıb bağlayır, tənzimləyir ki, yəni qaz gür yanmasın. O həmən klapan işləməyəndə yenə də həmən problem yaranır, o 0.3 səhvini verir. Bunları yığıb tam əmin olmalı, yığ ki, yəni problem artıq harada qalır. Əgər bunu yuvandan sonra
işləməsə, yerə həmin səhvi versə, demək ki, o klapan işləmir. Göstərəcəm indi onu da sizə birazdan. Yəni, bunları təmizləyək var yerinə. Rezini də ehmalda silirik ki, sırmayaq. Yəni, rezin mütləq olmalıdır. Sonra dəyərizə, Yosimut nə gəlirdi? Buranı da ehmalca, böyle tozunu silirik. Ne kadar zirzibe yığılır ki, onun hamısını soğuruq, hava kamerasına doldurur. Deyir, moşu deyir, ekologiya budur mu deyir, dəsmalı ağ salıdan bir qara çıxır, maykaları. Bax, bu da ekologiya. Görüyorsunuz, sırrı təmizlədik belə. Bayaq sizə qeyd elədim ki, yəni əgər hava borularını yuf təmizləyəndən sonra işləməsə, baxın, burada bir dənə klapan var. Buna nəşə planlayır? Burada bir dənə klapan var. Bu klapan nə işə yarayır? Deməli, burada ventilator. Bu, hazırkən sərinkeş deyək də bizim dilimizdə. Hava üfürəndir. Elə bir buradan havanı soğurur, lazım olan havanı bura verir. Oy, elə bir mal versin. Buradan elə bir hava soğurulan vaxtı bu klapana, burada vakum klapan var. Klapana diafragmanı çəkir və burada daçik var. Həmən sensor hava burada işləyirmi, işləmirmi xəbərdarlığını beyinə göndərir. Əgər bu klapan işləməzsə, hava soğurur, amma siqnalı göndərə bilmir. Ona görə də yenə də həmən səhvi biz kombidə alırıq. İndi inşallah ki, yəqin o problem olmaz. Çünki keçənləri, yoxsa niş illərin bizdə elə bir problem baş vermiş. Təmizlədik, yenə də işləmədi. Və biz o klapanı usta çağırdıq, klapanı gətirdi. Niş illər. Niş il idi, yoxsa keçən il idi? Niş il nə idi? Niş il. Niş il, yəni ki... Yəni 2 il bundan qabaq. Niş il. Gələn yox, obsi. Gələn yox, obsi. Yox, o növbəti ildir da. Hərdən elə deyirik. Bir də bu motoru görürsünüz. Belə dəsmalın, nəm dəsmalı içinə salırsınız belə bu formada. Motoru söküb içini təmizləsə daha yaxşı olar. Ehtiyatlı olun, tərini şey eləməsiniz. İçindən belə də hər yerindən hiss çıxır elə də. İçini hər mən təmizləmiş, belə göstəririm sizə. Formada üçün başını siləndən sonra yığacaq yerinə, inşallah ki işləyir. Yuxarı formada qoyuruq. Təmizləyir. İndi ıslanır, pas. İndi təmizləndi. Ona görə də biraz azca paraşoklu suzda saxlasaz daha tez, çox təmizlənir. Silsilən kir çıxır. Bunu taxmazdan əvvəl mən istəyirəm borunu taxım. Daha rahat gəlmək üçün. Oynatmaq olur. Onun içini təmizləmək lazımdır, dəlizdə. Burada toz var. Bunun üçün nə edirik? Bir dənə görək nə var burada əlimizdə. Belə bir sopanı götürürük, dəsmalı pükürük buna. Sonra borumuzu yığırıq yerinə. Deməli, borunun içini, hava kamerasını yığandan sonra bu hissəni tam bağlamırıq ki, oynasın biraz, oyda bu üzə. Qoyuruq, elə. Sökəndə başqa cür söymüşdük, yəni yağında bir başqa cür yığırıq. Taxarıq yerinə.
Değerli izleyiciler, hal-hazırda her şeyi yığmışıq yerinə. Amma üz qabaq açıq. Üz qabaq açıq olanda istər bu datçik, istər datçik işləməsin, istər ora boru kirli olsun, yenə də işləyir. Nəyə görə? Çünki havanı hal-hazırda buradan hava sormalıdır klapan. Hal-hazırda bura hər yer açıqdır deyə havanı buradan sorur və normal işləyir. Bu formada birinci yoxlayırıq. Nəyə görə yoxlayırıq? Çünki aşağı hissədə və bu beyin hissəsində olan sensorlarda problemin olub-olmamağını yoxlamaq üçün. Yəni bu hissədə əgər problem varsa da qapağı bağlayandan sonra bu qapağı. Bu qapağı bağlayandan sonra həmən problem yenidən baş verəcək. Əgər boru problemi deyilmirsə də. İndi qapağı bağlayıb yoxlayacaq. Deməli, görürsünüz yenə də qapağı bağlayan kimi Y03 kodunu, aşifkasını verir, səhvini verir. Nəyə görə? Bayaq dediyim kimi biz artıq borunu təmizlədik, artıq tam əminik ki, boruda problem yoxdur və artıq qapağı bağlayandan sonra bu qapağı görürsünüz, burada artıq hava sorması yalnız borudan sorur və qazı borudan ixrac edir. Yəni buradan artıq hava sora bilmir. Ona görə də biz yenə də E03 səhvini alırıq. Bayaq qeyd edildiyim kimi burada yuxarıda olan klapan, hava klapanı işləmir. Bu halda nə etmək olar? Yəni silmək lazımdır, qabları yumaq lazımdır. Əgər evdə indi bunu bacaran varsa da bunun üçün nə edirik biz? Müvəqqəti olaraq sabah usta gələnə qədər, əgər istəsəz qapağı antcana, yəni yuxarı şürfün birini bağlayaq ki, tam çıxmasın yerindən. Və bu indi göstərəcəyim həmən bu prosesi yalnız və yalnız boru təmiz olandan sonra, tam əmin olandan sonra ki, boru təmizdir və belə bir şey edirik. Azca qapağı aralayırıq, arasına bir dənə nəsə bir şey soxuruq belə. Kim buradan böyürdən hava sonra bilsin. İndi baxın, həmən səhvi verməyəcək və işləyəcək. Görürsünüz, artıq yanır. Biz havanı buradan veririk, yəni qapağın arasını aralamışıq, buradan hava veririk, müvəqqəti olaraq. Baxın, indi heç bir səhv verməyəcək və işləyəcək. Yəni heç bir qorxusu yoxdur belə. Sadəcə olaraq boru tam əmin olmaq lazım təmizdir. Borunu açıq təmizlədiniz, əgər belə bir problem baş verirsə də axşamdır, ya ustalar bayram vaxtıdır, gələ bilmir, 2 gün sonra gələcəksə də isti su lazımdır, ya çinməyə mi, ya qablarımı yumağa mı, hər nəyəsə də bu formada usta gələnə kimi işlədə bilərsiniz. Səhv vermədi işləyir və sonra da qaynar gəlir. Görürsünüz, gözlər real orada tam qaldırın, buğulanmağa yaşat olaraq. Buğulanır. Kaldırın. Yəni üstüne bir dəqiqə əl vurmaq olmur. Hər dəfəndə bax buğu gözlənir da. Burada su eləməyə ehtiyac yoxdur. Həqiqətən də su qaynardır. Müvəqqəti olaraq biz bu formada işlədə bilək. Sabahın soğan çıxararız inşallah. Əgər ustalar evdə olsalar, işdə olsalar gəlib bizim həmən o klapanı dəyişəcəklər. O da nədən baş verir? Çox qaynardır. O da nədən baş verir? Vaxtında boru təmizlənmir. Həmən o toz, torpaq, hava borusundan gizləmə klapanın içine. Orada indi maşından başı çıxanlar bilirlər ki, rezin var, klapan var orada, rezin. Həmən rezin klapanın arasında doğru və klapan tam olaraq o düyməni basa bilmir. Yəni, datçiki basa bilmir. Və beyinə siqnal göndərə bilmir ki, hava axını normaldır, yəni boru tutulmuyor. Həmən o sensor yalnız və yalnız o işə baxır ki, orada havalanma sistemində problem yoxdur. Bu formada işlədə bilərsiniz. Açılıq, qaynar su gəlir, səhv də verilir. 70'te qalır. Müvəqqəti olaraq belə işlədik.
əlimdən gələni elədim. Kimin yəni bu belə bir problemi olsa, videonu dəqiq izləyib özünüz edə bilərsiniz, düzəldə bilərsiniz. Əgər klapanda problem çıxsa da artıq günah bəndən getdi, ustanı çağırırsınız. Amma klapan olsa özünüz də dəyişə bilərsiniz. Mağazadan alırsınız, həmən klapanı, onu da göstərdim orada, yığmışam yox yerinə. Bir dənə boltu var, 2 dənə şnuru var, bir dənə şlankı var. Götürürsünüz, gelirsiniz mağazaya, onu da alırsınız, dəyişirsiniz. Yəni ustaya pul vermək istəmirsinizsə, usta onu arası 40-50 mala gəlib düzəldir. Yəni bu formada özünüz bunların hamısını həll edə bilərsiniz. Heç nədən qorxmayın. Yəni bunun mən ustası deyiləm. Cəmi üzümü özüm baxaraq ki, nə harada yerləşir, 2 dəfə sökmüşəm cəmi üzümü. Vəssalam. Gecəniz xeyrə qalsın. Mən gençim.